İyun bütün dünyada qürur ayı kimi qeyd olunur. Bu ay bir çox ölkələrin küçələrində rəngli bayraqlar dalğalanır. İnsanlar öz kimliklərini görünən edir və 10 illiklər boyu aparılan mübarizəni xatırlayırlar. Amma Azərbaycanda qürur ayı fərqli bir reallığın içində keçir. Son illərdə ölkədə sərbəst toplaşma azadlığı tamamilə məhdudlaşıb. Dərinləşən siyasi repressiyalar yalnız jurnalistləri, fəalları və müstəqil təşəbbüsləri hədəfə almayıb. LGBTQ mövzusu da hakimiyyətə yaxın media və təbliğat vasitələri tərəfindən tez-tez siyasi fəallara qarşı damğa, ittiham və gözdən salma üçün istifadə olunan alətə çevrilib. LGBTQ-larla həmrəylik göstərən, onların hekayələrini görünən edən, psixoloji, hüquqi və sosial dəstək təqdim edən təşəbbüslər fəaliyyətlərini dayandırmağa məcbur qalıb. Onların qurucuları və fəalları cinayət təqibləri, təzyiqlər, həbslər və ölkəni tərk etmək məcburiyyəti ilə qarşılaşıb. Bunun nəticəsində Azərbaycanda queer insanların icmalaşa biləcəkləri təhlükəsiz məkanlar da fəaliyyətini dayandırıb. Bir vaxtlar mövcud olan dəstək şəbəkələri parçalanıb. Mən tək deyiləm deyə biləcəyimiz bir icmaya çatmaq daha çətin hala gəlib. Amma repressiya queerləri yoxa çıxarda və ya ləğv eləyə bilməz. Queerlər bu ölkənin tarixinin, mədəniyyətinin və gələcəyinin bir hissəsidir. Onlar dostlarımız, qohumlarımız, həmkarlarımız, sənətçilərimiz və qonşularımızdır. Qürur bəzən minlərlə insanla küçəyə çıxmaqdır. Bəzən isə ən qorxulu şərtlərə rəğmən hələ də yaşam mübarizəsini davam etdirməkdir. Bugün Azərbaycanda qürur bəlkə də daha çox bir-birimizə sən tək deyilsən deməkdir. Çünki bütün qadağalara, nifrət kampaniyalarına və qorxu siyasətinə baxmayaraq queer həyat davam edir. Hər birimiz təhlükəsiz və xeyirxah bir ölkə, bir dünya üçün savaşırıq. O gün uzaq görünə bilər, amma o günə gedən yol bugün yazdığımız həqiqətlərdən, bir-birimizi qorumaqdan və susmamaqdan keçir. Bu iyun ayında biz təkcə itirdiklərimizi xatırlamırıq, həm də burada olduğumuzu elan edirik. Buradayıq, yaşayırıq, sevirik. Qürur ayınız mübarək.